Bugünkü mövzumuz əsl ruhaniliyi haqqındadır. Görsənir ümumiyyətlə? Görsənir, hamı görür. Şükür Rəhbəm. Хорошо. Gəl bir ayə oxuyaq. Давайте вместе зачитаем. Bu bir dənə işdəsə. Sən Açıq gələn. hər dəfə görəndə belə eləyirsən. Ey qardaşım, mən sizinlə ruhani insanlar kimi deyil, cismani təbiətə görə yaşayan, Məsihdə körpə olan insanlar kimi danışa bildim. Mən sizi bərk yeməklərlə deyil, südlə qidalandırdım. Çünki bərk yeməklərə hazır deyildiniz. İndi də hazır değilsiniz. И я не мог говорить с вами, братья, как с духовными, но как с плотскими, как с младенцем во Христе. Я питал вас молоком, а не твердой пищей, ибо вы были еще не в силах, да и теперь не в силах. Bu biz niyə ruhanilik haqqında danışırıq? Почему мы сегодня говорим о духовной жизни? Çünki ruhanilik haqqında səhv təəssüratlar olur bəzən. Есть неправильное представление о духовности. Bəzi o ki, müqəddəs kitabda hansısa möcüzə, hansısa bir şeylər olur, amma bunlar 10 illər, 20 illər ərzində belə tək-tük hadisələr, amma biz kəlamda oxuyanda hamısı eyni vaxtda oxuyuruq deyə, elə gəlir ki, hamısı bir-birində algılayıcan olur, belə ard-arda olur. Иногда мы читаем про какие-то чудеса, которые там в Священном Писании бывают, например, да, которые, может быть, до сих пор бывает редко иногда. Нет, в те времена раз в 10 лет. Раз в 10 лет, два, но мы читаем подряд и думаем, что это происходило постоянно. Правильно? Bəli. Və biz də fikir niyə bizdə belə hop belə deyir? И мы задаемся вопросом, мы-то думаем, что это постоянно происходит, мы думаем, а почему сейчас не так? Müqəddəs kitabda isə ruhanilik biraz tamam başqa cür görsənir. Но в Священном Писании о духовности говорит, духовной зрелости говорит по-другому. Не духовность, именно духовность. Духовность. Həvari Paul Korinf kilsəsinə yazır bu sözləri. Апостол Павел пишет это письмо, вот эти слова Коринфской церкви. Niyə bu sözləri yazır? Bu nədən, hardan gəldi? Почему он это вдруг написал, да? Откуда начало берется этих мыслей? Bu mətnin kontekstində nələr baş verir? Что происходит до этого? O kilsənin içində bölünmələr var idi. Ага, в этой церкви были разделения. O kilsə hərəsi özünün qruplaşmaları salmışdı. И там были разные группы. Və onlar bir-birlərini didib yeyirdilər. И они, ну, конечно, спорили. Və Həvari Paul dedi ki, sizdə elə belə şeylər var, siz ruhani deyilsiniz, siz cismanisiniz. И он говорит, если Павел пишет, если у вас происходят такие вещи, то вы ведете себя не как духовные, а как плотские. Niyə bəs o deyir ki, siz ruhani deyilsiniz? Nədən bu mövzunu atır А ortaya? почему он вдруг так назвал, что вы не духовные? Çünki belə deyək, Həvari Paul bu fikri ora götürmür. Bu fikri onlardan götürür. Эта мысль он берет от них. Hə. Və niyə görə bunu eləyir? Çünki o kilsə özləri çox ruhani sayırdı. Почему он так считает? Потому что эта церковь наоборот считала себя супердуховной. Hə, çox ruhani sayırlar və gəl baxaq görək. Супердуховной. Gəl baxaq hansı ruhani problemi var idi orada. Давайте посмотрим, какие у них были проблемы с Особенно- духовностью в Коринфской церкви. Где это? Yox, arxaya. Onda itib. Yaxşı, ayıb. Hə. Nə var idi orada? Пропало. Что было там? Onların biliyi və sözü var idi. Что? Onların biliyi və sözü var idi. У них были знания и слово. Yəni bu onların ruhaniliyini göstərən bir aspektdir. Onların biliyi var idi və sözü var idi. То есть у них было знание и слово, а значит что? Они Архай, считали гай. себя духовными. Hə, bu 1-ci Korinflər 1:5 yazır. Əslində mən onların hamısını qoymuşdum neçəsə. Это написано в первой главе, 5 стихе. Həvari Paul deyir ki, sizdə bilik və söz var. Говорит, у вас есть знание, у вас есть слово. Onların müəllimləri və ruhani rəhbərləri var idi У них были учителя и духовные лидеры. və peyğəmbərləri var idi. И proroки были, Hansı ki birbaşa Allahdan vəhlər alırlar. которые напрямую получали откровение от Господа Бога. Mən ayələrin yerini deməyəcəm, sonra atarım istəsiniz baxarsınız çünki əslində orada olmalı idi. Чтобы слайд смотрелся слайдом, он не добавил стихи, но он потом скинет. Hə. Onlar ənamlar və fövqəltəbii hadisələri var idi kilsənin içində. Ага, у них были дары и происходили такие вещи, которые не поддавались уму и разуму. Hə. Yəni bu yazı 1-ci Korinflər 1-ci fəsil 7-ci ayda, 12-ci fəsil. 7 стихе, 13, вы можете... Hə, yəni mən atarım konspekt, atmışam məsələn, onu ata bilərsən kilsə qrupuna. Зак скинет конспект в церковь, вы можете просто проверить, что Слово Божье так и говорит. Və onların biliyinə görə, ənamlarına görə, fövqəltəbii hadisələrə görə, rəvdən gələn vəhlərə görə onlar ruhani adlandırmaq olardı. И вот посмотрите, у них были знания, у них
было слово, у них были, назовем так, чудеса, какие, у них были пророки, которые получали откровения. И были дары. И все это, когда мы смотрим, можем ли мы назвать, что эта церковь была духовной? Далее. Далее. Normalda başqaları olsaydı deyərdi. Не бойтесь, скажите дальше. Hə. А хотят сказать да. Da, şükür Allaha. Amma Həvari Paul onlara deyir ki, yox. Bunlar var sizdə, amma siz ruhani deyilsiniz. Павел говорит, у вас есть это, но вы не dуховные. Ha, yəni nə lazımdır ruhani olmaq üçün? Hər şey var da. Не понял. А что нужно еще для этого? Все есть, да вот мы духовные. Və Həvari Paul bu qədər mistik ruhani şeylərin içində onlar deyir ki, siz cismanisiniz. И среди всего вот этого великолепного, интересного, он говорит, вы Плотские. духовные, вы плотские. Nə yox idi onlarda? А чего у них не было? Onlar da yəqin ki qoyulmayıb. Bir özüm oxuram sizin üçün ayələr sonra atacaq gör. Onlarda nə yox idi? Birliyi qoruyub ailə olmaq və ruhani yetkinlikləri. Чего у них не было? Ага. У них не было единства, сохранения единства. Они были не как семья, потом. Duxovna nezrelost. Духовная незрелость и... Hardadır? Həm öz həyatlarını və həm kilsənin içində intizamlar, nizamlar yox idi. Как и в своей жизни, так и в церковной жизни у них не было простой дисциплины. İntizamdan doğan salihliklər yox idi. То, что рождается с дисциплины, праведности, отсутствие праведности. İtaətsizlikləri var idi və qürurları çox idi. Непослушание, которое впоследствии вело к гордости. Ruhun bəhrələri yox idi orada. Не было плодов духа. Məsələn, sevgi, həlimlik, xeyirxahlıq. Любовь, кротость, милость. Yəni məktubu oxuyan insanlar avtomatik yadına salır o səhnələri, harda bu problemlər görsən. Кто читал до этого Коринфа, они понимают, о чем мы сейчас говорим. Və vacib bir məqamlardan biri, onlar ruhdan yaranan hissləri yox idi. А самое главное, что у них отсутствовало чувства, которые были рождены духом. Отсутствие этих чувств, которые дает дух. Və onlar ruhani kasıblıqları bizə əsl ruhaniliyi anlamağa kömək edir. И их духовная бедность позволяет нам понимать, что же на самом деле есть духовное. Gəlin bir neçə vacib məqamlara baxaq. Əsl ruhaniliyi nədir? Давайте посмотрим несколько важных черт, так сказать, да? То, что мы можем назвать это духовность. Или духовность. Həqiqi ruhani düzgün şəkildə kəlamla hərəkət etməkdir. Что же такое истинная духовность? Это поступать по Слову Божьему правильно. Bu çox vacibdir. Важно. Korinf kilsəsinin biliyi var idi, müəllimləri də var idi. Учителя были и знания были у Коринфской церкви. Peyğəmbərlər də var idi. Proroki были. Amma icra eləməkdə necə idilər onlar? Но как же, что насчет применения? Həvari Paul deyir ki, siz o qədər körpəsiz bu qədər bolluğun içində ki, mən məcburam sizə südlə qidalandırım. Он говорит, среди этого богатства, которое вы имеете, вы такие младенцы, что я не могу с вами по-другому говорить, как давать вам молоко. Sizə çox zəif bir qida verirəm. Я даю вам простую пищу, чтобы вы могли ее поесть. Çünki başları belə böyük idi, amma bədənləri balaca idi icra eləmək üçün. То есть они были такие головастики большие, но тело было худенькое. Bəlkə də onlar üçün kəlamla yaşamaq, kəlamı riayət etmək yetərsizlik idi ruhanilik üçün. Но, может быть, для них жить по Слову Божьему было невозможно. Недостаточно ruhanilik üçün. Для духовного. Və belə olanda da kəlam önəm daşımır. И в этот момент, конечно, Слово Божье не является важным. Yəqin ki, kəlamla yaşamadıqlarına görə kilsədə zina var idi, özdə ağır bir şəkildə. Может быть, поэтому, потому что они не жили по Слову Божьему, мы знаем, что там было большое прелюбодеяние. Kilsədə bazı qardaşlar arasında böyük ayrı seçkiliyi var idi. Было большое разделение. Kilsədə ailə institutu çökmüş vəziyyətdə idi. Понятие семьи потеряло смысл. Paul isə onlardı ki, siz hər şeyi bilirsiniz. Sizdə biliyi var. Вы все знаете, у вас есть знания. Əgər bu biliklə tətbiq olunmurdsa orada, deməli heç bir faydası yox Но idi. поэтому, если этого не применяется, то все это, как наш брат говорит, пусто. Puç da. Və bildikləri şeylərdə bəzən tətbiq edən də düzgün tətbiq А olunmur. то, что знали, неправильно применяли. Çünki həqiqi ruhanilik biliyə sahib olmağı yox, düzgün şəkildə həyatda icra etməkdir. Потому что истинная духовность ведет к правильному применению. İsa Məsih düzgün riayət eləməklə bağlı yaxşı bir məsəl çəkir. Иисус Христос сам правильно применяя, принес хороший пример. Yox,
İsrailin haqqında yaxşı bir məsələ çəkir. Он рассказал историю о том, как правильно исполнять. Yadımıza gəlir bu hekayə, məbədə bir nəfər vergi yığanla farisey dua üçün gəlir. Ага, помним мы историю мытаря и фарисея, когда они пришли в храм. Fariseyin duasına baxanda başa düşən ki, bu adam kəlamı oxuyur və icra da edir. Мы видим, что когда фарисей молится, он видит, что человек читает Слово Божие, и он применяет его. Dindar şükür eləyir Allaha. То есть религиозный человек славит Господа. Harda öyrənmişdik bu barədə? Dua eləyib şükür eləmək barədə. Откуда он знал, что надо славить? Kəlamdan Слово öyrənmişlər. Божие учит этому. Farisey şükür edir ki, zinakar deyil, oğur deyil, soyğunçu deyil, haqsız deyil. Фарисей славит Господа, что он не ворует, что он не спит с другими женщинами, что он ведет правильный образ жизни. Harda öyrənmişdi bunları? Откуда он это знал? Откуда он знал, что он правильно поступает? Kəlamla. По Слову Божьему. Həftədə 2 dəfə oruç tuturdu, gəlirindən onda biri verirdi. 2 раза в неделю постился, от первых прибылей всегда отдавал 10-ю часть. Hardan bilirdi bu şeyləri? Откуда он это знал? Откуда он знал, что он правильно поступает? Kəlamla. Слово Божье ему говорит, что ты правильно поступаешь. Amma bütün bu şeyləri riayət edən içində Allah deyir, mən sənə razı deyiləm və duava amin demirəm. Так интересно, в связи всего этого, что он правильно поступал, Бог ему говорит, я тобой недоволен. Bu aktiv dindarlığın faydası yox idi. То есть, несмотря на то, что он был активным религиозным исполнителем, Çünki kəlamı düzgün riayət eləmirdi, altında Allahın gözlədiyi şey eləmirdi. ага, то есть нужно правильно применять Слово Божие. O qardaşına, başqasına xor baxırdı. Он что сделал? Он смотрел с презрением на братьев своих. Düzgün riayət etmək həqiqi ruhanilik üçün çox vacibdir. Ага. Правильно применять говорит о хорошем духовном состоянии. Çox şey oxumaq olar, lakin necə başa düşdüyün və necə icra etdiyin vacibdir. Можно много читать, но как ты понял и как ты исполнил, это важно. Kəlamda Allahın bizdən gözlədiyi ruhanilik və möminliyin meyarları var. Господь в Писании дает нам некоторые ожидания, что Он ждет от благочестия и святости. Və İsa Məsih bu barədə danışır. Христос говорит об этом. O məhkəməni təsvir edir İsa Məsih və məhkəmədə insanlardan nə soruşacağını deyir. И Он представляет им судебный процесс, и где Он их будет спрашивать. Sizcə İsa Məsih məhkəmədə nə soruşacaq bizdən? Ага. Как вы думаете, что Христос в суде спросит у нас? Что спросит? Согласен. Nə soruşacaq bizdən? Nə deyəcək bizə? О, İlahiyyatın qardaşı. Говорит, сколько раз молился? Дездемона. Aha. Açığa bilərsən? Xeyr. Zakir Paz. İsa Məsih deyəcək, çünki ac idim, mənə yemək verdiniz. Susamışdım, mənə su verdiniz. Qərib idim, məni qəbul etdiniz. Çılpaq idim, məni geyindirdiniz. Xəstə idim, qayğımı çəkdiniz. Zindanda idim, yanıma gəldiniz. И вот читаем. Ибо алкал я, и вы дали мне есть. Жаждал, и вы напоили меня. Был странником, и вы приняли меня. Был наг, и вы одели меня. Был болен, и вы посетили меня. В темнице был, и вы пришли ко мне. Və İsa Məsihin gözlədiyi ruhani budur, sadə bir şey. Вот Господь вот это ожидает от нас. Простые вещи. Çox sadədir. На самом деле просто. Yəhəvari Yaqub da yazır bu barədə. Апостол Яков пишет об этом. Aça bilərsən? Ata Allahın huzurunda pak və nöqsansız möminlik budur. Pak və nöqsansız. Allaha razı salan möminlik. Yetimlərə və dullara, onların əziyyətlərində qayğı göstərməyə və özünü dünyadan qoruyub ləkəsiz olmaq. Ага. Чистое, непорочное благочестие пред Богом и Отцом есть то, чтобы презирать сирот и вдов в их скорбях и хранить себя неоскверненным от мира. Çox sadə bir şeylərdir. На самом деле просто и ясно. Amma sonra bir qrupda insan var, gələcək İsa Məsihə deyəcək ki, aça bilərsən onu da? А потом придет... Rus dilində prezirać və prezirać arasında fərq var. Prezirać yəni heç nəyə salama, prezirać isə qayğı göstərmək. Yəni bunun da belə. Çox sağ ol. Zaboysa prezirać. Hayır. Vazi yaxşı onun qeydini qayğı göstərmək. Fikir verin İsa Məsih deyirmi ki, xəstələri ziyarət eləmək. Обратите внимание, да, он там не сказал, Иисус не говорит, что навещайте больных. Onları WhatsApp-la yazın, xəbər tutun. Не пишет, напишите им в WhatsApp. İsa Məsih deyir, qayğı göstərin. Иисус говорит, проявите к ним заботу. Dullara, yetimlərə qayğı göstərin. Покажите заботу вдовам. Bu bir dəfəlik akt deyil ki, bir dəfə elədim bunu, söz keçdim getdi. Это не единоразовый акт. Bu daimi bir hərəkətdir. Это постоянное дело, действие. Yazın necəsə, Navalniya hər şey yaxşıdır, sağlamsa, heç keç deməyəcək ki, ölürəm, bitirəm, dağılıram. Redka hallarda deyirlər. Ага. То есть, когда мы пишем как-то, никто не скажет, что умираю, погибаю.
Amma İsa Məsih deyir ki, onlara qayğı göstərmək. Но Христос говорит, проявите к ним заботу. Və başqa bir kateqoriya hansı ki, gəlib nə deyəcək? Другая категория, что им скажет? O gün bir çoxları mənə deyəcək, ya Rəbb, biz sən adınla peyğəmbərlik etmirdikmi? Sənin adınla cinləri qovmurduqmu? Sənin adınla bir çox möcüzələr yaratmırdıqmı? Onda mən onlara bəyan edəcəm. Ey qanunsuzluq edənlər, mən sizi heç vaxt tanımamışam, məndən uzaq olun. Ага. Многие скажут мне в тот день, Господи, Господи, не от Твоего ли имени мы пророчествуем, и не Твоим ли именем бесов изгоняем, и не Твоим ли именем многие чудеса творили. И тогда объявлю им, я никогда не знал вас, отойдите от меня, делающие беззаконие. Kontrastı hiss edə bilirsiniz? Вы чувствуете контраст? Birində göstərilir ki, qayğı göstərmək, ziyarət etmək və s. adi dindar həyat elə deyil. Ага. В одной сказано, чувствуете контраст, в одной сказано, заботьтесь, навещайте, смотрите. Digərində isə özləri gəlib deyirlər ki, biz filan möcüzəlidir, filan möcüzəlidir, filan möcüzəlidir. Heç mən sizi tanımıram. А в другом видно, что приходят ученики и говорят, мы такие дела сделали именем Твоим, такие чудеса. Он говорит, я вас не знаю. İsa Məsih üçün əsl möminlik nədir bilinir. Но для Христа мы видим, что является святым делом. Gəlin ki, davam edəyim. Продолжим. Həqiqi ruhanilik nədir? Что такое истинная духовность? Aça bilərsən? Həqiqi ruhanilik itaətkar və intizamlı olmaqdır. Истинная духовность – это быть послушным и дисциплинированным. Qarif kilsəsi danışdığımız kimi bütün o fövqəli təbii gücə, qüdrətə malik idi. Как мы говорим, что Коринфская церковь обладала sverhестественной силой. Bütün bu şeylər var idi. Peyğəmbərlər, şəfa verənlər, möcüzə edənlər, hər şey var idi. Amma intizam yox idi kilsədə. То есть у них были исцеления и разные чудеса, но не было дисциплины. Həvayi Paul 2 dəfə onları çağırır ki, intizamlı olun. Апостол Павел 2 раза их призывает к дисциплине. Çünki Allah qarışıqlıq deyil, sülh qaynağıdır. Müqəddəslərin bütün cəmiyyətlərində belədir. Потому что Бог не есть Бог неустройства, но мира. Так бывает во всех церквях и святых. Onlar ibadətdə xaotik keçirdi. Их служения проходили в хаотичном состоянии. Çatan bir-birinin növbəsini kesir, bir-birinə hörmət eləmir. Они могли нарушать друг друга очередь, не уважать друг друга. Hamı eyni vaxtda vəhlər gəlirdi və aləm qaçışır, bir hamımız özünü qatır ki, məndə var. Откровение, и каждый мог заявить об этом. Biri peyğəmbərlik edir, biri dillərdə dua edir, biri cin qovur, biri ilah oxuyur. Hamısı da eyni vaxtda. Ага. То есть один получал откровение, другой говорил на иных языках, другой совершал чудеса. Все это происходило в одно время. Və Paul oradakı xaosa gördü ki, bunu növbə ilə eləyə bilərsiniz. И Павел сказал, а вы можете это делать просто дисциплинированно по очереди? Yəni sadəcə növbə ilə, ardıcıllıqla, xaossuz, qarışıqlıq olmadan bunu eləyə bilərsiniz. Сделать очередь. Не обязательно в одно время. Çünki müqəddəslərin bütün cəmiyyətlərində belədir. Потому что во всех церквях у святых вот так. Bütün müqəddəslər, ruhanilər, salihlər və s. başqa nə ad verirsə veriyorlar, onlar cəmiyyətdə nizamlı, intizamlıdırlar. Как хотим, мы можем их назвать святые, праведные, да? У них в церквях именно так. У них есть дисциплина. Hətta belə bir fikirdə deyil, bundan öncəki ayda dedi ki, siz bilirəm ruhdan coşub daşırsınız, amma peyğəmbərlərin ruhları da onlara tabi olur. Ага. Он говорит, что я вижу, что вы исполнены все, да? Но и их дух подчиняется. Yəni xaos yoxdur orada. Normalda hamısı intizamlı gedir. Потому что нет хаоса. Növbəti ayda. Вообще все идет в свою очередь. Və yenə deyir, amma qoy hər şey ədəblə və intizamla Только edilsin. все должно быть благопристойно и чинно. Çox maraqlıdır ki, bir təfsirçi bu yer haqqında danışan dedi ki, Paul tövsiyə eləyir onlara ki, intizamlı olsunlar. Ага. Один комментатор считает, что Павел не повелевает, а советует. Amma orada diqqətlə o kontekstə baxsa orada ki, bütün bunlar Rəbbin əmridir. Но Павел там сообщает, говорит, все это Божье повеление. Amma maraqlıdır ki, bu oyunları bir çoxları hər dövrdə olduğu kimi əslində belə desək, ruhaniliyi intizamsızlıqda görürlər. Ага. Но, к сожалению, даже в этот век многие верующие считают, что нарушение, как сказать, жить вне дисциплины, это и есть настоящее духовное состояние. Keçən həftə biz müəyyən qədər vəzdə buna Мы toxunmuşduq. немножко коснулись это в прошлой неделе. Ruh səni aparırsan, sən xaotik işlər görə bilərsən. Дух ведет тебя, и ты действуешь как дух действует, так ты действуешь. Amma kəlam bizə deyir ki, intizamsızlıq ruhaniliyi yaratmır, əksinə dağıdır. Но мы видим, что недисциплинированность не говорит о духовности.
Çünki Allahımız kəlamdır ki, qayda, qanun və sülh Allahdır, Потому nizam что Allahdır. мы знаем, что Бог наш, Бог порядка. Qarşılıq olan yerdə heç vaxt sülh ola bilməz. Где есть противостояние этого, там нет духовности. Və bu ruhda olan ibadət deyil Allaha görə. Это не место, где духом исполненное место. Kəlama baxanda əhdətlik boyu görə bilər ki, Allah hər şeyi nizamlayırdı. Ага, когда мы смотрим Ветхий Завет, мы видим, что у Господа все было на своем месте. Yaradılış 1-ci, 2-ci fəsildə Мы видим, что 1-2 глава говорит о создании. biz görə bilər ki, İsrail xalqını Allah necə bölüşdürmüşdü, kahinlər kimdir? Мы видим, что как был разделен на 12 коленей Израиль, кто будет священниками. Hər şey rəflərə düzülmüşdü И мы Allah. видим, что у каждого была своя полка. Все было по порядку. Heç kim öz başınalıq eləyə bilməzdi. Никто не мог действовать, как мы называем, Самовол. как одинокий волк. Samavol. Самовол. Hətta kəlamda belə bir yer var. Xofni ilə Pinxas Allahın kahinləri idi. Görəndə ki, möcüzələr baş verir, onlar götürülüb buxurdan yandırırlar, amma içindəki tərkib dəyişmişdi. Xofni ilə Pinxas. Ага, когда они видели, что происходит Божьи чудеса, они начали зажигать благовония, но благовония были Hə, другие вещества. içindəki tam başqa bir tərkib idi. Внутренность. Внутри благовония были другие вообще. Və Allah yerindəcə öldürür onları. И Господь прямо на месте же их. Yəni nə var idi burada belə içindəki? А что такого было? Они что? Hə, nə var? Əsas tüstüləsin də. Самое главное, благовоние горит, да дым идет. Ya Allah yerindəcə öldürür onları. Господь на месте же прекращает их жизнь. Как Çünki Allah nizam içində, Allah hər şeyi söz-bəsöz yazmış ki, nə necə olmalı, yerində olmalı. Потому что Господь до этого сказал, что все должно происходить именно так, так и так. Və onlar bu sistemə riayət eləsəydilər, onda ruhani müqəddəs olacaqlar. И если они это исполнили, то, конечно, они были бы благочинны, благопристойны. Və Kəvari Pavlu Korint kilsəsinə yazır ki, hər şey ədəblə və intizamla edilsin. Поэтому Павел пишет, что все должно совершаться благопристойно и чинно. Sizin üçün ədəbli və intizamlı olmaq nə Что deməkdir? для вас значит благопристойно и чинно? Bir kilsə necə intizamlı ola bilər? Как одна церковь может быть дисциплинированной? Siz, В порядке. siz bu barədə kəlamdan nə öyrənirsiniz, nə oxuyub, nə fikir verirsiniz? Что вы видите из Писания, когда его изучаете? Что об этом говорит вам Писание? Bəs şəxsən sizin həyatınızda intizamlı olmaq nə deməkdir? А для вас в жизни что является быть послушным и дисциплинированным? Bir çoxlarından mən belə bizdən yox, başqa insanlardan eşitmişəm bu barədə. Я вот что я слышу со стороны. Deyir ki, mən eyni vaxtda dua edib kəlam oxumuram ki, ruh məni aparsın. Ага. Я не читаю в одно и то же время Слово Божие, чтобы Дух Божий вел. Да? Не ставлю его Mən в istəyirəm ki, ruh məni təşviq eləsin ki, mən başlayım kəlam oxuyub dua eləməyə. Я хотел бы, чтобы Дух сам побуждал меня читать Писание. То есть было бы классно. Mən imanda azad insanam. Я в вере свободная личность. Çoxlar ibadətə gəlmir ki, mən azad insanım, ruhaniyəm, mən özüm ruhun idarəsi ilə hər şey edirəm. Многие не участвуют в собрании верующих, считая, что я свободная личность в Боге, и Бог сам лично меня ведет по Духу Божьему. Bəzən ibadətə gecikir, Иногда опаздывают на собрание, bəzən ibadətin ortasında durur, gəzir. иногда с середины собрания могут уйти. Deyir, ruh məni aparır. Дух Божий поднял меня вывелать. Мигом. Bir dəfə belə bir hadisə olmuşdu əvvəl olduğumuz kilsədə. У него была есть какая-то история, давным-давно была в церкви. İlahilər vaxtı şən ilahilər oxuyur. В общем, прославление, хорошее прославление. Прям сердце касается и поем. Və həmin vaxtı bu adam bir dənə pis söyüş verdi ki, ruhdayam. И вот один брат, он так был наполнен, он сказал не очень, он сказал это с радостью, не очень хорошее слово в духе. Deyir, ruhdayam. Hələ indi üstünə bəlkə 10 il keçib, hələ də o sözü deyirik, danışır, gülür. И вот прошло 10 лет, и мы вспоминаем, что он в духе, а такое слово использовал. Yadında deyil. İzah edəm nə söz. Потом половина. Qardaşlar ancaq. Bəziləri özlərini kilsələrinə qarşı hesabatda saxlamırlar ki, mən imanda azad adamam. Ага. Иногда братья и сестры не держат себя под отчетностью перед собранием, потому что называются свободной личностью во Христе. Onlar Allahın sözü çərçivəsində öz kilsə liderlərinə itaat göstərmirlər ki, mən azad ruhaniyəm. Они просто даже не могут послушаться духовных лидеров своей церкви, потому что они говорят, я напрямую с Господом имею общение.
İstədikləri yerə gedirlər, istədikləri gəlirlər, hər şey edirlər. Heç bir hesaba, heç bir düşüncə yox, heç bir kilsəyə qarşı məsuliyyət yoxdur. Ага. Что хотят делать, куда хотят ходят, ни перед кем не отчитываются. Və bunlar hamısına bir ad verirlər. Mən ruhaniyəm, mən azadım. Ага. И всего этого есть название. Я духовный, я в нем, я двигаюсь, он меня двигает. Amma heç vaxt kəlamdan doğrudan ciddi oturub araşdırmayıblar ki, məsihçi azadlığı nədir, məsihçi ruhaniliyi nədir? Kəlamdan buna cavabları yoxdur, özləri tapmayıblar və hər şeydə rahat tətbiq К edirlər. сожалению, у них они никогда не уделили достаточно времени, чтобы открыть Слово Божие и понять, что такое настоящая свобода во Христе и что такое... Duxovnost. И что такое духовность, настоящая истинная духовность. Və biz əslində imanlılar olaraq bizim işimiz prosta kəlamı oxumaq deyil. Наша задача, как видишь, не просто читать Священное Писание. Hər dəfə bizim əlimizdə fərqli mövzular var ki, o perspektivadan kəlam oxuyaq. У нас есть всегда разные темы, чтобы с этой темы, с этой перспективы читать Слово Божие. Ən azı məsələn hələ bir təklif edeyim mövzu. Əsl məsihçi ruhanilik, məsihçi azadlığı nə deməkdir? Kəlam bu barədə nə deyir? Например, вот возьмем тему, что такое истинная духовность, истинная свобода во Христе. Вот что говорит об этом Слово Божие? A'dan Z'yə kimi axtarma, araşdırma ki, kəlam məni burada nəyə çağırır? Открыть Слово Божие, найти эти места, да? Что Слово Божие говорит об этом? Bu yaxınlarda bizim kilsədə bir hadisə oldu. У нас недавно произошло такое событие. Bir bacımız var idi, uzun müddət gəlmirdi kilsəyə və biz onun üçün qayğı göstərirdik ona. Одна сестра, она долгое время уже не приходила, мы старались заботиться о ней. Bacılar onu ziyarət edirdilər. Посещали ее сестры. Hə. Ага. Və günlərin bir günü o gəldi toplantıya. Недавно она все-таки появилась. Sevindi, dedi, güldü, yaxşı. Да, мы обрадовались ее, улыбались, пообщались. İbadətdən sonra biz oradakı otağa yaxınlaşmışıq və bacı da yaxınlaşdı bizə. Ага, и вот мы наконец-то после собрания пошли, сели там на диване с этой сестрой. Sevinə. Axır ki uzun müddətdən sonra o sevinən gördüm. И она улыбалась, она светилась. Çünki vəftiz olmuşdu. Потому что она крестилась. Pis bir şey deyil vəftiz olmaq. Это же хорошо, крестилась. Amma söhbət ondan gəlir ki, o özünü həmişə bizim kilsənin üzvü sayırdı. Она всегда считалась членом нашей церкви. Amma kilsədə heç kəsin xəbəri yox idi ki, bu gedib vəftiz olub. Но никто не знал о том, что она крестилась. В какой раз? Ayşənin onu da satıram. Maraqlısı, niyə bəs biz eləməmişik onun vəftiz? Самое интересное, почему мы ее не крестили. Bir neçə il öncə o bizə dedi ki, vəftiz olmaq istəyirəm. Даже несколько лет назад она сказала, что я хочу креститься. Biz dedi, yaxşı fikirdir. Amma sonra xəbər tutduq ki, özü dedi ki, əslində mən bir dəfə vəftiz olmuşam, amma o vəftiz xoşuma gəlmir. Ага. Так вот, и когда мы задумались о том, чтобы крестить ее, она сообщила, говорит, братья, на самом деле, несколько лет назад я крестилась, но мне не понравилось. Biz dedik ki, sən xoşuna gəlməyə bilər. Amma bu oyun oyuncağı deyil ki, neyin həvəsində sən tezdən vəftiz olmaq istəyirsən? И мы сказали, сестра, ну конечно, понравилось, не понравилось, погода не такая вот. Так самое главное, что ты крестилась. Это не şutki şey, мы же не играем. Yəni Pazvalda ondan sonra ki, hamı içində o ümumidə vəftiz olub. Başqa yerdə kim vəftiz edibsə, lap yaxşı, alınırsan da vəftiz. Ага, то есть самое главное, что ты крестилась, да, люди видели тебя достаточно, не надо придумать. Hə. Amma bu səfər gedib hansı bir bacılarla özləri yığışıblar. Ага. В этот раз она нашла особенных сестер, Heç bir kilsəyə aid deyillər, heç bir которые yerə aid никому не принадлежат, heç kəs də bilmir onlar hardadılar, kimdilər, nədirlər. никто не знает их. Və onlar gediblər özləri özlərini hop giriblər suya çıxıblar. И они вместе втроем вошли, трое нас, трое вас, трое крестили ее. Və sonra da gəlib və deyir ki, mən deyir vəftizdən sonra dəyişdim. И она пришла и говорит, братья, вот именно после этого крещения я изменилась. Mənim ağrılarım getdi Он bədənimdən. говорит, боли мои в суставах прошли. Hə. Başa düşürürsən, yəni bu kəlamdan xəbər yoxdur ki, vəftiz nə üçündür? Она так, кажется, не поняла, что такое крещение. Özümü daha rahat hiss edirəm, daha yaxşı hiss Он edirəm. говорит, я лечу, я чувствую себя отлично. Mən dedim ki, bacı, lap yaxşı, əgər sən orada özünü yaxşı hiss edirsən, get o kilsəyə. O pastor sənə xeyir dua etsin, biz də sən xeyir duanı olsun. Deyir, o kilsədə o elə belə özümüz üçün. И, конечно, я услышал, говорит, да, я говорю, ну, сестра, ну, если так классно, да? Он говорит, иди к ним, стань членом церкви. Да? Он говорит, нет, ты что, это просто простые люди, там нет церкви. Həmin gün əslində mən günahkar təbiətim üzə çıxdım və mən qəzəbləndim. Он говорит, на самом деле я в тот день разозлился. Hə. Və yaxşı münasibətimiz yaxşı bitmədi. Разговор
закончился не очень хорошо. Sonra amma yenə də dua elədim, düşündüm. Молился, Hə, gecə saat neçə oturdum, fikirləşdim və tez o baza yazdım ki, anamdan xahiş etdim ki, gəl yenidən görüşək və Kəlam bu mövzuda nə deyir, bir də baxaq. Молился, Господь мне открыл. Я написал маме, мама, назад встреч, мы еще раз поговорим о крещении. Və o deyir ki, mən azad məsihçi olmaq istəyirəm, mən müjdəçiyəm deyir. Məni kilsə mənim sərhədimdir, mən istəmirəm. Mən istəyirəm, harada gəldi, necə gəldi müjdə. Deyirəm, elə də bunun kilsə üzrə inadiyyəti var. Она сказала, я свободная женщина во Христе. Я благовестница Божья. Я действую, когда хочу и где хочу. Я сказал, конечно, мы же не против. Hə. Yəni biz onu başqa şey üçün çağırdı, o başqa şey istədi. Да, ну мы с вами на другой разговор, но не важно. Hə. Əfsuslar olsun ki, o görüşməyə gəlmədi. К сожалению, она не пришла на встречу. Sən. Həvarilərdən belə, baxmayaraq ki, onlar birbaşa İsa'nın şagirdləridir, birbaşa Rəbbin özündən təlim almışlar. Апостолы, они являются прямыми учениками, они видят самого Господа. Вот они. Heç biri kilsəyə qarşı, qardaşlarına qarşı hesabatsız deyildilər. Но никто из них не был не подотчетным церкви или перед братьями. Все они были подотчетными. Yəni bunu həvarilərin işlərini dəfələrlə 15-ci fəsildə, başqa yerlər 15 главе мы видим постоянно об этом. özləri yetişdirdi, özləri müjdələyib, özləri yetişdiriblər bu xidmətçiləri, özləri təyin edib, amma yenə də özləri də onlara qarşı Очень hesabatlıdır. интересно, что они сами их взрастили, рассказали, подняли, так сказать, дали им, и сами перед ними отчитываются. Çünki ola bilirlər ki, əsl ruhanilikdə intizam var. Потому что они понимают, что настоящая истинная духовность есть дисциплина. Əgər bu yoxdursa, deməli itaət yoxdur. Если нету, значит нет послушания. Это не послушание. Həqiqi ruhanilikdə ruhun bəhrəsi var. В истинной духовности есть плод духа. Ola bilər ki, kəlamda o Korinflər məktubunda Qalatalılarda olduğu kimi açıq şəkildə ifadə olunmur. Ага, олумный. Yəni bu cürədə Может быть, мы не видим в Коринфянам напрямую, как книга Галатам, применение плодов духа. Amma görürük ki, Həvari Pavol deyir ki, siz cismanisiniz. Но мы знаем, что Павел назвал их плотскими. Çünki aralarında qruplaşmalar var idi, əxlaqsızlıq var idi. Было непристойные дела, вот, и... Bir-birini didib yeyirdilər. Ну, в общем, ссорились между собой. Və Həvari Pavol Qalatalılar məktubunda cismani təbiətin əməllərindən nə danışırdısa, Korinf kilsəsində var idi. Ага, и все, что Павел говорил в Галатах, там было в Коринфской церкви. Все эти, да, плоды духа. Нет. Плоды это... Плоти. Плоти. Və kəlama görə biz bilirik ki, imanlar iki yerə bölünürlər. Мы знаем, что по Писанию, что верующие делятся на две группы. Ruhanilər və cismanilər. Духовные и плотские. Cismani imanlar sadə dillə desək, bu dünya üçün ölə bilməyənlərdir. Ага. Как мы можем назвать этих людей, которые являются плотскими верующими? Это те, которые не смогли умереть для этого мира. То есть то, что предлагает этот мир, они не смогли отказаться. Nə onlar dünya üçün ölüblər, nə də dünya onlar üçün ölüb. А что для них мир умер, так и мир для них не умер. Bizim dilimizdə belə bir söz var da, məsələn, Rüstəm, sən mənim üçün ölmüsən. А у нас есть, да, такой, ты для меня мертв. Hə. Və kəlam deyir ki, bu cismani imanlar nə dünya üçün ölürlər, nə də dünya onlar üçün ölür. Ага. То есть эти плотские верующие, они не умерли для мира, для того, что он предлагает, и мир для них все еще играет. Çünki dünyadakı olan günahın şirinliyi var, ha, onlar yaxşı çəkib saxlayırlar. Потому что этот мир, то, что предлагает, такой вот он сладок, запретный, но сладок. Günah onlarda müsbət emosiya hisslər yaradır. Ага, то есть он dает им радостные эмоции. Xoşbəxtlik hormonu günahdan sonra yaxşı ifraz olunur. Ага, вот и вот, гормоны счастья, там, то, что предлагает грех. İstəyir yalan danışanda, çıxdım vəziyyətdən, istəyir zina eləyəndə, hər bir şeydə bu insanlar ləzzət alırlar. То есть когда иногда мы выкарабкаемся из ситуации нехорошим делом, ох, какой я сильный красавчик. Иногда, когда прелюбодействуем, потому что это тоже... Çox maraq ki, bu insanlar imanlılar kilsə üçün hər həftə gəlirlər, vəzi dinləyirlər, xidmətləri iştirak edirlər, amma illər keçir, heç nə dəyişmir То həyatlarında. есть эти люди тоже приходят на собрание, слушают, участвуют, но годами ничего не меняется. Və dəyişməyəcək də. И не будет меняться. Çünki əsl ruhanilik o zaman olur ki, sən müqəddəs ruha itaət edirsən. Потому что настоящая духовность приходит тогда, когда ты послушен Духу Божьему. Sənin həyatının müqəddəs ruh öz işlərini, öz bəhrəsini göstərir. Дух Святой сам проявляет свои дела через твою жизнь. Ruhanilik ruhla yaşamaqdan gəlir. Духовность приходит от жития с Духом Божьим. Yəni bunsuz ruhanilik А olmaz. как без этого духовность может быть?
Və onun birinci göstəricisi səndə olan səmərədir. Ага. И первый показатель, что Дух Божий в тебе и ты духовный, это твои плоды. Biz danışırıq ki, ruhanilik ruhdan irəli gəlir. Мы говорим, что духовное состояние приходит от жития с Духом. Və ruhun səmərəsi olur insanda, göstəricil ki, o ruhanidir. Плоды Духа показывают, что Он пребывает в Духе. Sən kəlamı oxumağı biliyinlə göstərə bilərsən. Ты можешь показать, что ты Слово Божье знаешь своими знаниями. Bizdən nizamlı olmağından vərdişində ola bilər. У тебя может быть своя дисциплина определенная, Как привычка. как привычка, да. Amma heç vaxt ruhun ənamlarını sən imitasiya edə bilməzsən. Но никогда ты не сможешь сымитировать духовные плоды Духа. Çünki bu ruhun ənamı bəhrələri elə bir şeydir ki, sən geç tez onu yandıracaqsan və qısa bir zamanda yandıracaqsan, göstərəcəksən. Рано или поздно ты spalишься. Qalatalar məktubunda nə yazılıb? Что написано? Müqəddəs ruhun səmərəsi isə budur. Məhəbbət, sevinç, söz, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət, həlimlik, nəfsə hakim olmaq. Bu kimi şeylərə qarşı qanun yoxdur. Məsih İsa'ya məxsus olanlar öz həvəs və ehtirasları ilə birlikdə cismani təbiəti çarmıxa çəkdilər. Bu ölməkdən danışır. Madəm ki biz ruha görə yaşayırıq, ruha görə də rəftar edək. Плод же Духа – любовь, радость, мир, долготерпение, благость, милосердие, вера, кротость, воздержание. На таковых нет закона. Но те, которые Христовы, распяли плоть со страстями и похотями. Если мы живем Духом, то и по Духу и поступать должны. Kəlam deyir ki, bu bəhrədir, bir şeydir. Кстати, Слово Божье говорит, что это плод Духа. Одна вещь. Çünki sevgini, məhəbbəti sən süni göstərə bilməzsən. Потому что ты не сможешь показать любовь и радость, сымитируя. 1-2 saatin içində biraz söhbət eləyəndən sonra o bilinəcək. Çünki onlar ağacın bəhrəsində yeyirlər də onu da. То есть через некоторое время в разговоре быстро, да, рано или поздно проявится настоящая сущность. Hə. Yəni sən necə ağacın bəhrəsini yeyirlər, sən yeyəcəklər və sən görəcəksən ki, səndə var yoxsa yox. Ага, как едят плоды от дерева, так и будут есть твои, и наконец поймут, какие у тебя плоды. Qeyri-məsihçilər belə süni sırası ayırır edirlər. То есть, как люди, которые не верят во Христа, они сразу понимаешь, какие у них плоды. Bu kompleks bir şeydir. Это комплексная вещь. Məhəbbət sevincsiz, sülhsüz olmur. То есть любовь не бывает без мира, без терпения. Xeyirxahlıqsız, yaxşılıqsız, sədaqətsiz. Yəni bunun biri varsa hamısı olmalı səndə. То есть Biri если yox. одно есть, то и другие должны. Это же комплексное, одно без другого не может. Həlimlik əgər varsa səndə bu sevgisiz həlimlik yoxdur, mümkün Если у deyil. тебя есть кротость, как она без любви может? Nəfsi hakim özünü kontrol etmək. Bu əgər sədaqət yoxdursa, yoxdur içində. Yəni bunlar hamısı birdir əslində. То есть если ты не можешь управлять своим, у тебя нет воздержания, то Əgər insan doğrudan ruhanidirsə, mömindirsə, ənamlarından yox, biliyindən yox, Məsihin xarakterindən bilinir. То есть если человек по-настоящему духовный, как мы можем понять? Это не по знаниям и делам или vişəm, которые делают, а вот по плодам. Əgər imanlı daima müqəddəs ruhla yaşamağa can atıcı və bu şeylər onda varsa, deməli o adam ruhanidir. Если человек постоянно верующий, стремится, живет в духе и проявляет такие духи, вот духи, такие плоды, вот человек духовный. Əsl imanlıya baxanda sən görməzsən, hə bu İsa'ya falan şeydə bənzəyir. Вот, потому что когда мы смотрим на настоящую вещь, мы говорим, смотри, он похож на Христа в этом. O Məsih onda görsənmirsə, o İsa onda yoxdursa, heç nəyə bənzəmirsə İsa'da 100% o isə ruhani deyil. Ага, если он не похож ни в чем на Христа, конечно, он не его. Əsl ruhanilikdə isə eyni zamanda hisslər olmalıdır. Христа. Hisslər. Настоящая духовность должны быть и чувства. Korint kilsəsində bu mövzuda problem var yəni. И в Коринфской церкви было и эта проблема тоже. Bəzən imanlılar aça bilərsin növbəti, Aysa. Bəzən imanlılar dolğun məsihçi həyatı yaşaya bilmədikləri üçün fövqəltəbii şeylər axtarırlar. Многие верующие из-за того, что не могли жить настоящей духовной жизнью, они искали сверхъестественное. Məsihçi həyatında fövqəltəbii şeylər olur və olacaq da. В жизни верующего происходит сверхъестественно и бывает. Çünki Rəbb həyatımızı idarə edir. Потому что Господь управляет нашей жизнью. Amma imanlılar çox zaman bunları çox axtardıqlarına görə Но, к сожалению, иногда верующие именно на этом фокусируются, и так как много этого ищут, onlar daha tez aldatmaq olur. их легче обмануть. Çünki elə güclü natiqlər, vaizlər, vəsilər, pastorlar var ki, onlar şou yarada bilər və hisslər yarada bilər insanlarda və rahat insanları tələyə sala bilər. Потому что есть люди, которые очень способны, и они могут легко
вывести из правильного пути. Yəni onlar atmosferanı hiss edə Они bilirlər. могут создать атмосферу, создать устройство. Və sən də fikirləşsən bütün bu şeylərdə ruhdasan sən. И ты можешь среди всего вот этого атмосферы сказать, вот Дух Божий где обитает, здесь. Laskatistvo i Krasnoyarsk. O da var. Bir pastorla keçən il söhbət edirdim dekabr ayında. В декабре я общался с одним пастором. Yaxşı qardaş, onu o pis pastorlar kateqoriyasına aid eləmək istəmirəm. Хороший брат. Hə. Və onu söhbət eləyəndə o maraqlı bir fikir dedi. И вот когда я с ним разговаривал, вот какую мысль он сказал. Mən düşünmədim həmin vaxtda dedikləri haqqında, amma sonradan fikirləşməyə başladım. Я тогда не обратил внимания, что он сказал, но потом O задумался. deyir ki, mənimcə hər şeydən vacib abu-hava, atmosfera yaratmaqdır. Он сказал, что для меня важнее всего создать атмосферу. Əgər mən abu-havanı, atmosferanı yarada bilmişəmsə, deməli mən hədəfə düşmüşəm. Ага, он говорит, если я создаю это, значит я попал в цель. Bu abu-hava nə abu-havasıdır? Я подумал, что же это за атмосфера, да? Что, о чем он имеет в виду? Ehtiram və səcdə, Благоговение и поклонение yoxsa yüksək emosiyalar? или высокоэмоциональная составляющая? Rəbbi izzətləndirmək eşqi, Прославлять Бога, счастье прославления Бога, yoxsa sazo emosiyaları, endorfin, nə bilim, kortizol, bütün bildiyiniz hormonlar qalxır yuxarı. или помощник гормоны восприятия, не знаю. İmanlılar bəzən hissləri yaşadan ibadətlər axtarırlar. Иногда мы, верующие, ищем места не поклонения, а где мы можем найти именно это. Görəsən kəlamda İsa Məsih, Əhd Ətiqdə, həvarilər hardasa hissləri üçün əmr verib. Где-нибудь интересно, мы видим, что Иисус, да, İsa Əhd Ətiqdə апостолы, да, говорят что-то о чувствах. onlar hardasa əmr verib ki, sizdə imanlar mütləq bu hissləri dolmalısınız. И где-то они повелевают, да, говорят, что вы, братья и сестры, должны быть наполнены этими чувствами. Bir dənə sevinç bilirəm. Я только знаю чувство радости. Наполнены быть чувством радости. Ага. Var elə bir yerlər. Hansı Allahın əmrləri isə nə qədərsi hisslər üçündür. Ага. Да? Nə qədərsi hisslər üçün Allahın əmrlərini. А кто-нибудь знает повеления, которые связаны с чувствами? Çox vaxt insanlar ilahilər istəyirlər ki, hisslərini qıdıqlasın. Иногда мы желаем, чтобы были такие поклонения, чтобы они касались наших чувств. Elə bir ayə varmı ki, kəlamda, elə bir təlim varmı ki, ilahilər mütləq bizim hisslərimizi qıdıqlamalıdır. Есть ли какое-то священное место Писания, стих, где говорит, что песни ваши должны пробуждать вас чувства? Var belə mi əmr? Есть? Dedim nə sevinç. Я же сказал, насчет есть радости. İsa Məsih şagirdlərin sonuncu şam yeməyində ilahı oxuyur durur. Иисус последний ужин воспевает с ними и встает. Görürsən hansı hissləri, hansı emosiya, hansı ekstaz yaşayıblar orada. Интересно, какие чувства они проживали там? Görürsən şagirdlər türmədə səhər ölümə gedəcəklər, ilahı oxuyurdular. Onlar hansı ekstaz yaşayırdılar? Интересно, когда ученики перед завтрашней смертью, да, когда они в темнице, и они прославляют. Интересно, в каких чувствах они прославляли? Kəlamda heç bir yerdə məqsədi hisslər olan əmr verilməyib. Нигде в Священном Писании нету целенаправленной повелевания о чувствах. Bu isə o deməkdir ki, Allah bizi hisslərin ardınca getməyə çağırmayıb. Это значит, что Господь нас не призывает следовать за чувствами. Hisslər ruhaniliyin meyarı deyil. И чувства не являются критерием духовности. Amma hisslər Но чувства, ruhaniliyi müşayiət edən reallıqdır. но чувства, Сопровождают duxovnost. да, сопровождают. Hisslər həmişə düşüncədən, fəaliyyətdən yaranır. А чувства откуда они приходят? От мыслей, от размышлений и от действий. Kəlamın bizə əmr etdiyi hər bir şeydə hisslər var əslində. Ага. То, что Господь нам повелевает Слово Божие, во всех их есть чувства. Sevgi əmri. Bir-birinizi sevin. Например, любите друг друга. Hisslər var orada. Есть там чувства? Əgər yoxsa orada sevgi yoxdur. Если nету там... Quru qərarından çox gedə bilməyəcəksən. А? Quru qərarından çox gedə bilməyəcəksən. Вы не сможете только на морально-волевых далеко зайти. Любви. Ümid hisslərsiz ancaq məlumatda olmaqdır. Ага. Надежда без любви... Bez çust. Надежда без чувств – это информация. Ümidli insan necə hiss edir özünü? Как себя чувствует человек, который надежда? Onun emosiyaları ya çox yüksəlir, ya da çox qısılır.
Или у него много чувств, или у него мало. Kəlam bizə deyir ümidli olaq Məsihin gəlişinə. Писание нам говорит, что живите в надежде со пришествия Христа. Deməli hisslər bunu müşahidə edir. Значит, чувства сопровождают это. Ehtiram deyir, Rəbb deyir ki, biz ehtiram göstərək. Господь говорит, что мы показываем благоговение. Hissiz mümkündür bu? Без чувств это возможно? Yox. Нет, это невозможно. Ehtiram hissin varsa, müəyyən hisslərlə, başqa əlavə hisslərlə müşahidə olunur. Ага, если есть благоговение, значит, другие чувства сопровождают это. İman, etibar, cəsarət, xidmət, Смелость, вера, потом служение, etibar bunlar hissiz mümkün deyil. доверие. Все это без чувств невозможно. То есть там сопровождаются какие-то чувства. Və sən müqəddəs ruha itaat edib o Allahın qanununa riayət eləyəndə И когда ты слушаешься Святого Духа и исполняешь это, hisslər özü səni müşahidə edir. то есть тогда начинает чувство тебя вести в этом. Bu həmişə belə olur. Это всегда так бывает. Ona ancaq hissləri axtarma, hisslərə görə yaşama. Bu məsih həyatını sadəcə məqsədsiz. Ага, поэтому следуя за чувствами искать их, это делает нашу жизнь во Христе бесценной. Bu gün çox uzun danışdım. Я сегодня говорил, как обычно, долго. Mən sevirəm uzun danışmağı. Я люблю говорить. Hələ çox yerlər keçdim. А еще я много сказал. Mən bunu deyən kimi hamı ayrıldı. Ага, как Görür я yatırdılar. сказал, я все проснулся. Аллилуйя. Şükür rəhbər. İstəyirəm danışdığımız necə? Hə. Я Gəl это тоже слушал. o məcburiyyətdən qalsın mən. Gəlin bir yadımıza salaq. Давайте вспомним снова. о чем Həqiqi говорили. ruhanilik nədir? Что есть истинная духовность? Aça bilərsən birincidən. Пожалуйста, открой с первого по 20 стих. Gəlin onu mən deyim asana qədər. Açtı да? Həqiqi ruhanilik düzgün şəkildə kəlamla hərəkət etməkdir. Почему с этого стоит? Истинную духовность — это поступать по Слову Божьему правильно. Bu çox vacibdir. Это важно. Əgər kəlamla sən yaşamırsansa, səndə ruhaniliyi Если sözü живешь не verir. по Слову, значит, у тебя нет духовности. İkinci, Второе. həqiqi ruhanilikdə intizam var. На истинной духовности есть дисциплина. Əgər o imam ki, xaotikdir, həm öz həyatı, həm kilsə həyatı, ruhanilikdən söz Если его getəməz. жизнь хаотична и его общение с церковью хаотично, это İsa не Məsihdə həyatında hər şey punktdan yazılmışdı. Hələ vaxtım gəlməyib, hələ vaxtım gəlməyib, hələ vaxtım Даже у gəlməyib. Христа было в жизни все дисциплинировано. Многие места говорят, еще не пришло мое время, еще не пришло мое время. Həqiqi ruhanilik, həqiqi ruhani ruhun bəhrəsini gətirməkdir. Настоящая духовность — это значит о том, что ты приносишь плоды Духа. Müqəddəs ruhda yaşayanda ruhun bəhrəsi sənin ruhani olub-olmadığını Когда живешь göstərir. Духом Божьим, эти плоды и Духа, они показывают, что вот ты в Духе. Həqiqi ruhanilikdə bütün əmrləri, Allahın sözünə riayət edən hisslər onu müşahidə edir. Ага. В настоящей духовности, когда ты приносишь плоды Духа, да, чувства сопровождают тебя к этому. Və sən farisey kimi dua eləyəndə başqasına qarşı hissiyatsız И когда olmusan. ты фарисей, не как фарисей молишься, без чувств, а у тебя есть истинные чувства, потому что ты правильно понимаешь. Amin. Аминь.